Biri toplu isim deyil. Sürü toplu isimdir, çoxluq bildirir. Naxır toplu isimdir, inəklərin çoxluğunu bildirir. Alay toplu isimdir, bu da çoxluq anlayışı bildirir. Cüt bu numerativ sözdür, cütlük anlayışı bildirir. Dəstə isə toplu isimdir. Deməli, burada toplu isim olmayan söz cütdür, bu numerativ sözdür. Hansı cümlədə ahəng qanununa tabe olan sözlərin sayı daha azdır? Ahəng qanunu xatırlamaq lazımdır. Deməli, ahəng qanunu nədir? Bir sözdə qalın və yaxud da ki, incə saitlərin bir-birini izləməsi. Deməli, ahəng məsələsinə baxa bilməyimiz üçün azı 2 heca olmalıdır. Yəni, bir sözdə incə və yaxud da ki, qalın saitlərin bir-birini izləməsi deyəndə, yəni birinci qalındırsa, digərləri də qalın olmalıdır, incədirsə, digərləri də incə olmalıdır. Ona görə bir hecalı sözləri çıxırıq, tabe olan sözlərə baxırıq. Solmaz, çiçəyəm, aləm tabe deyil, bəzərəm. Burada 3 söz oldu. Günəş tabedir, səhərdən tabedir, doğubdur, tabedir, yenə tabedir. Burada 4 oldu. Onunla tabe, mübahisə tabe deyil, saxlayıb, məclisdən və çıxdıq sözlər. 4 dənə söz oldu. Dalğalar üstümə gəlir gecə. Burada da yenə 4-dür. Həyat tabe deyil, onun üçün sehirli çıraqdan 4 dənə söz. Yəni, az olanı istəyir, az olan da A bəndi olacaq. Hansı cümlədə mürəkkəb adın yazılışında səhvə yol verilib? 8 noyabr ölkəmizdə Zəfər günü kimi qeyd olunub. Burada 2 mürəkkəb adı var. 8 noyabr, bir də Zəfər günü. 8 noyabr doğrudur, ancaq Zəfər günündə gün sözü böyük hərflə yazılmalıdır. Deməli, A bəndində səhvə yol verilibdir. Axırıncı Aşırım filmi tamaşaçıların marağına səbəb oldu. Axırıncı Aşırım filmi. Doğru yazılıbdır, filmin adı dırnaq içində. Milli Məclisin sədri iclası açıq elan etdi. Burada sədr sözü kiçik yazılmalıydı, doğrudur. Xəzər dənizi doğru yazılıbdır. Azadlıq meydanında böyük bir izdiham var idi. Burada Azadlıq meydanında doğru yazılıb. Bizdən səhvi istəyir. Deməli, doğru cavab A bəndi olacaq. Hansı cümlədə uzlaşma əlaqəsi kəmiyyətə görə pozulmuşdur? Kəmiyyətə görə deyilsə, deməli, tək və yaxud da ki, cəm məsələsinə diqqət eləməliyik. Uşaqlar yay tətilini kənddə keçirdilər. Uşaqlar cəmdədir, keçirdilər cəmdədir, deməli, pozulmayıbdır. Həkimlər xəstəni cəld əməliyyata aldılar. Həkimlər cəmdə əməliyyata aldılar. Bu da cəmdə. Burada ahəng qanunu qorunub. Qonaqların hamısı yuxarı başda oturdular. Diqqət edəcəyimiz məsələ nədir? Mübtəda qonaqların hamısıdır. Mübtəda olan tərəf, yəni əsas diqqət eləməli olduğumuz məqam hamısı sözüdür ki, bu da qrammatik cəhətdən təkdə sayılır. Çoxluq anlayış bildirməsi önəmli deyil burada. Bilirik ki, cəmliyin əsas əlaməti cəm şəkilçisidir. Oturdular, o isə cəmdə işlənibdir. Mübtəda təkdədir, xəbər cəmdədir. Deməli, ahəng qanunu kəmiyyətə görə pozulub. Atəş səsindən sonra itlər hürüşməyə başladılar. İtlər cəmdə hürüşməyə başladılar cəmdə. Cavanlar bu məsələdə bizi dəstəkləyirlər. Cavanlar cəmdə dəstəkləyirlər. Bu da cəmdə. Deməli, pozulma halı C bəndində baş verib. İzahı. Hansı cümlədə amonimlik olan frazeoloji birləşmə işlənib? Uşağın əlindəki top yola düşmüşdü. Burada fikir versək, yola düşmək sözü burada frazeoloji birləşmə deyil, həqiqi mənada işlənib və yola düşmək frazeoloji birləşmə kimi işləndiyi zaman da bir tərəf həqiqi, bir tərəf məcazi frazeoloji birləşmə, bu amonim götürülmür. Ona görə ümumiyyətlə heç A bəndində frazeoloji birləşmə də yoxdur. Şaxtadan az qala burnumuzun ucu göynüyürdü. Burnun ucu göynəmək frazeoloji birləşməsi var, ancaq bu cümlədə də yenə həqiqi mənada işlənib, frazeoloji birləşmə deyil. Amonimlik məsələsində də bayaqda qeyd elədiyimiz kimi
frazeoloji birləşmənin amonim olması elə frazeoloji birləşmə formasında olmalıdır. Burada isə həqiqi mənada işlənib, deməli amonimlik yoxdur. Bu xəbərdən sonra özünə gələ bilmirdi. Burada özünə gələ bilmək amonimliyi yoxdur, başqa bir mənası yoxdur. İmtahanda yüksək nəticə əldə edəcəyimə söz vermişdim. Burada söz vermək hər hansı bir iş üçün vəd vermək deməkdir. Burada elə vəd verməkdir. Bir də çıxış üçün söz vermək mənası var. Danışmaq üçün imkan yaratmaq mənası var. Bu da frazeoloji birləşmədir və amonimliyi olan frazeoloji birləşmədir. Cavab D düzgün olacaq. Niyəsə o insan ürəyimə heç yatmırdı. Burada da ürəyinə yatmamaq frazeoloji birləşmə olsa belə amonim frazeoloji birləşmə deyil. Deməli, doğru cavab D bəndi olacaq. Biri mücərrəd isim deyil. Baxırıq, həkimlik, yəni peşənin, sənətin adıdır, görünmür, mücərrəd isimdir. Duymaqdan duyğu, bu da yenə mücərrəd isimdir. Xəyal da mücərrəd isimdir. Sənət də mücərrəd isimdir. Yəni peşə mənasındadır bu sənət. Rəssam isə, yəni insan anlayış bildirən sözdür. Bu mücərrəd anlayış deyil. Konkret isimdir. Doğru cavab Y bəndi olacaq. Hansı cümlədə fiili birləşmə işlənmişdir? Deməli, xatırlayaq ki, fiili birləşmənin işlənməsi üçün məsdər, fiili sifət və fiili bağlama mütləq olmalıdır. Yəni, təsriflənməyən fiil. Təsriflənməyən fiil yoxdursa bir cümlədə, o zaman tərkib, yəni fiili birləşməyə axtarmağa ehtiyac yoxdur. Uzaqdan bir atlı yavaş-yavaş bizə tərəf gəlirdi. Burada biz təsriflənməyən fiil görmürük. Hər şey gözlənilmədən baş vermişdi. Burada deməli gözlənilmədən sözünü gördük. Ancaq fikir versək, hər şey mübtədadır. Gözlənilmədən sözü təkdir. Yəni hər hansı bir sözü özünə tabe eləyərək tərkib əmələ gətirmir. Deməli, burada da tərkib yoxdur. Susmaq bəzən ən gözəl cavabdır. Susmaq təsriflənməyən fiil olsa da özündən əvvəl söz yoxdur ki, özünə tabe etsin. Deməli, tərkib yoxdur. Lalənin balaca əlləri mənə tərəf uzandı. Burada təsriflənməyən fiil yoxdur. Vaxtında dərslərini oxuyanlar imtahanda uğur qazanarlar. Kim? Burada oxuyanlar sözünü görürük. Amma vaxtında oxuyanlar, dərslərini oxuyanlar sözü ilə əlaqələnib tərkib əmələ gətirib və hamısı birlikdə cümlənin mübtədası olur. Deməli, fiili birləşmə Y bəndində işlənmişdir. Hansı söz hecalara düzgün bölünməyib? Kiloqram düz bölünüb. Gül, ağa. Yəni, burada iki ayrı söz kimi nəzərə alınmalıydı. Gül, ağa şəklində alınmalıdır. Çünki gül ayrı sözdür, ağa ayrı sözdür. Deməli, səhv olan budur. Hopanmaq doğru bölünüb. Narazılıq doğru bölünüb. Biologiya doğru bölünüb. Deməli, düzgün cavab B bəndi olacaq. Xətkeş sözünün fonetik xüsusiyyətlərinə bağlı səhv fikri müəyyən edin. Fonetik xüsusiyyət dediyinə görə, deməli, əvvəlcə onun tələffüzünü qeyd edəcəyik və xətkeş sözündə diqqət edəcəyimiz məsələ budur ki, burada keş şəkilçisi dəyişmir. Yəni, k, g kimi tələffüz olunmur. Qarşılığı olmayan samit işlənməmişdir. Qarşılığı olmayan samitlər hansılardır? H, L, M, N, R. Baxırıq, burada biz bu samitləri görə bilmirik. İşlənməmişdir, doğru fikirdir. İki incə açıq dodaqlanmayan sait var. Ə və E saitdən xüsusiyyəti bilirik ki, eyni idi. Bunlar nə idi? Qalın və incələrdən incə, açıq və qapalılardan açıq, dodaqlanan və dodaqlanmayanlardan isə dodaqlanmayandır. Buradakı xüsusiyyətlərdə baxırıq. İncə, açıq, dodaqlanmayan sait 2 dənə doğrudur. Yazılışı ilə tələffüzü fərqlənmir, görürük, doğrudur. Bir cingiltili 3 kar samit işlənmişdir. İndi burada diqqət eləsək, görəcək ki, X kar samitdir, T kar samitdir, K kar samitdir, Ş yenə kar samitdir. Yəni, nəticə etibarən görürük ki, bunların hamısı kar samitdir. Ona görə D bəndi səhvdir. 2 hecalıdır, vurğu ikinci caya düşür. Heca deyəndə biz tələffüzə yox, yazılışa baxmalıyıq. Xət
keş formasında hecalara bölünür və vurğu da sonuncu hecanın üzərindədir. Yəni 2 də doğrudur. Və düzgün cavab D bəndi olacaq. Tabesizlik əlaqəsinin işləndiyi cümləni müəyyən edin. Deməli, tabesizlik əlaqəsi həmcins üzvlər arasında olur, sadalama intonasiyası ilə ayrılır. Sabah görünür, güclü külək əsəcək. Görünür modal sözdür, ona görə vergül qoyulubdur. Amma başqa bir burada sadalama görmürük. Deməli, burada tabesizlik əlaqəsi yoxdur. Sevinci də, kədəri də birgə yaşayırdılar. Burada sevinci nəyi, kədəri yenə nəyi, həmcins tamamlıqlar var və görürük sadalama intonasiyası var. Eyni zamanda tabesizlik bağlayıcı işlənib, deməli burada var. Hikmət əlindəki qələmi yerə saldı. Sadalama intonasiyası yoxdur. Zamana qarşı yarışmaq onun həyat fəlsəfəsidir. Yenə yoxdur. O, atasından qalan saatı hər zaman qolunda daşıyırdı. Burada da vergül olmağın səbəbi onun kim sualına cavab verməsindən bağlıdır ki, özündən sonra isim gələndə vergül qoyulmalıdır. Yenə bu da tabesizlik əlaqəsindən bağlı bir şey deyil. Deməli, tabesizlik əlaqəsi B bəndində var. Mətnin giriş hissəsində əsasən nədən danışılır? Deməli, giriş hissəsinə baxdığımız zaman bir abzasa nəzər yetirsək, balaca idim, amma məhəlləmizdəki yeniyetmə qızların söhbətlərini dinləməyi, oyunlarına baxmağı çox xoşlayırdım. Xalamın qızı Nərmin onların ən seviləni idi, çünki olduqca şıltaq, şən və eyni zamanda ərköyün idi. Bütün günü zarafatlar edib gülər, səsi bütün küçəni götürərdi. Dünya dağılsa vecini almazdı. Bacısı Nəsirin kimi nə bir işin ucundan tutar, nə də Nurzan kimi dərs oxuyardı. Dərs oxumaq uğurun açarıdır. Bəzən düzənib gəzərdi. Mən Nərminə valih idim, onun kimi olmaq istəyirdim. Yəni burada görürük ki, Nərminin uşaqlıq illəri və müəllifin, yəni hadisəni danışanın ona heyranlığı verilir. Ona görə düzgün cavab B bəndi olacaq. Mətnin əsas ideyası hansıdır? Tənbəllik insanın ən böyük düşmənidir. Bunu götürəcəyik, çünki sonralar Nərminin də heç dəyişməməsi, heç bir uğur əldə etməməsi, əvvəlki tənbəlliyinin ona müsbət bir şey qazandırmadığını görürük. Ona görə düzgün cavab ilə A bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? Müəllif niyə Nərminə heyran idi? Bu barədə elə birinci abzasda danışılır. Deməli, dərs oxumaq bəzənib düzənib gəzərdi. Mən Nərminə valih idim, onun kimi olmaq istədim. Bəzənib düzənib gəlməsi, bütün günü zarafatlı edib gülməsi, heç nəyin vecinə olmaması, bu kimi məqamlar qeyd olunur. Nərmin niyə ali məktəbə qəbul ola bilmədi? Bu sualın cavabına baxaq. Deməli, 6 nömrəli abzasa baxdığımız zaman qeyd olunur ki, Nərmin günlərini hədər keçirdiyi üçün təbii ki, universitetə qəbul olmadı. Yəni, bu da həmin sualın cavabıdır. Digər varianta baxırıq. Deməli, A bəndinin cavabı oldu, B bəndinin cavabı oldu. Nərminin xəyalı nə idi? Buna baxaq indi. Deməli, mətnin 3-cü abzasında qeyd olunur ki, o gələcəkdə universitetə daxil olub əczaçı olacağını, öz işini quracağını deyirdi. Mən kiminsə əmri ilə işləməyəcəyəm, xarakterimə ziddir. Yəni, universitetə girmək, öz işini qurmaq, əczaçı olmaq. Bu, onun xəyalı idi. Müəllif illər sonra nəyi anladı? Bunun cavabına baxaq. Deməli, 4-cü abzasda belə qeyd var ki, belə danışanda bacıları baxıb gülərdilər. Hətta bir dəfə Nəsirin, olarsan canım, olarsan, leylək də ömrünü laq-laq etməklə keçirər demişdi. Sonra qeyd edir ki, mən bu sözün o vaxtlar mənasını bilməsəm də, illər sonra anladım. Yəni, deməli, o deyilən sözün mənasını illər sonra anlayır. Nurcan hansı universiteti bitirdi? Mətndə bununla bağlı hər hansı bir məlumat qeyd olunmuyor. Deməli, mətnin birinci abzasında Nurcanın adı çəkilir,
Ancaq onun hansı universiteti qurtarması ilə bağlı, bitirməsi ilə bağlı heç bir məlumat verilməyib. Ona görə Y bəndinin cavabı yoxdur. Düzgün cavab Y bəndi olacaq. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin mənasına uyğun deyil. Həddindən artıq əzizləmək bütün arzu və şıltaqlarını yerinə yetirməsi nəticəsində xudbin böyümüş. Bu ərköyün sözünün mənasıdır. Daha sonra öyüd, yol göstərici sözlər. Öyüd, yol göstərici sözlər mətndə deməli son abzasa yaxın nəsihət sözünün mənasıdır. Sonra dərman hazırlanması və satışı üzrə mütəxəssis, orada əczaçı sözü var, həmin sözün qarşılığıdır. Çox gənc, gənclik yaşına ayaq qoymuş oğlan və ya qız, bu da yeniyetmə deməkdir. Bir şeyin olmasını ürəkdən istəmə, bu sözün, yəni bu heç bir sözün qarşılığı deyil. Altına xətt çəkilmiş sözlərlə bağlı olmayan izahdır. Yəni digər söz xəyal idi ki, bu da ona uyğun gəlmir. Və düzgün cavab D bəndi olacaq. Mətndə tünd qara hərflərlə yazılmış sözü verilmiş ifadələrin hansı ilə əvəz etmək olmaz. Və tünd qara hərflərlə verilən söz anladımdır. Deməli nədir? Mən bu sözün o vaxtlar mənasını bilməsəm də illər sonra anladım, illər sonra başa düşdüm, illər sonra dərk etdim deməkdir. Lakin dəyişdim və xəbər aldım demək olmaz. Ona görə olmayan istəyir. Cavabımız C bəndi olacaq. 1, 2. Yeni də yazıram sualım. Mətnə aid yanlış plan bəndlərini müəyyən edin. Deməli, Nərminin aqibəti, bəli, belə bir məsələ var. Yəni, Nərmin axırda nəyə nail oldu? Heç nəyə, aqibəti barədə məlumat qeyd olunur. Ananın narazılığı, bu da doğru plan bəndidir. Yəni, ana hadisəni danışanla narazıdır. Onun, deyək ki, Nərminə bənzəmək istəməsindən narazı olması. Şıltaq qızın peşmanlığı. Şıltaq qızın peşmanlığı ilə bağlı mətndə heç bir məlumat yoxdur. Çünki biz görürük ki, sonradan o heç bir şəkildə dəyişmir, peşmanlıq da yaşamır. Dəyişməyən xarakter, bəli, dəyişməyən xarakter var. Nərminin uğurları, biz mətndə Nərminin uğurlarını görmürük. Bu da yanlışdır. Ona görə yanlış olan istəyir. 3-lə 5. Düzgün cavab B bəndi olacaq. Qarşısında Roma rəqəmi qoyulmuş neçənci abzasda mətnin ümumi məzmununa uymayan cümlə var. Deməli, birinci abzasa baxaq. Burada deməli, birinci abzasda dərs oxumaq uğurun açarıdır cümləsi var ki, mətnlə heç bir şəkildə, xüsusilə abzasla heç bir şəkildə əlaqələnmir. Ondan əvvəlki cümlələrdən baxsaq, bu daha rahat görünəcək. Dünya dağılsa vecinə almazdı. Bacısı Nəsrin kimi nə bir işin ucundan tutar, nə də Nurcan kimi dərs oxuyardı. Dərs oxumaq uğurun açarıdır. Bəzənib düzənib gəzərdi. Mən Nərminə valih idim. Onun kimi olmaq istəyirdim. Yəni, bu hissədə dərs oxumaq uğurun açarıdır cümləsi görüşü əlaqəsiz səslənir. Ona görə düzgün cavab ilə A bəndi olacaq. Mətnə əsasən klasteri tamamlaya bilən fikri müəyyən edin. Deməli, klasteri tamamlayan baxırıq Nərmin laqeyd. Yəni, bunun xarakteri ilə bağlı xüsusiyyətlər qeyd olunubdur. Deməli, zəhmətkeşliyini görmürük, çalışqanlığını görmürük. Deməli, A bəndi ola bilməz. Tənbəllik var, ancaq məqsəd yönlülük yoxdur. Deməli, bu da düzgün deyil. Məsuliyyətsiz və tənbəldir deyə bilirik. Çünki heç bir məsuliyyət daşımır. Bir işində qulpundan tutmur. Deməli, bu doğrudur. Məqsəd yönlü deyil, çalışqan deyil. Diqqətsiz, zəhmətkeşliyi ilə bağlı da heç bir şey danışılmır. Deməli, bu da olmayacaq. Düzgün cavab ilə C bəndi olacaq. Nömrələnmiş hansı abzaslarda bir-birinə zid fikirlər var? Deməli, burada mətni oxuyarkən diqqət edəcəyimiz bir məqam var idi. Deməli, birinci abzasda belə qeyd olunur ki, xalamın qızı Nərmin onların ən sevilən idi. Çünki olduqca şıltaq, şən və eyni zamanda ərköyün idi. Olduqca şıltaq, şən
və erkəyin olması birinci abzasda qeyd olunub. 5-ci abzasda da belə bir cümlə var. Xalamın son dərəcə sakit, ağır təbiətli son beşik qızı heç vaxt oxumadı. Yəni burada o sakit, ağır təbiətli hissəsi də bayaqki birinci abzasdakı cümlə ilə uyğunluq təşkil etmir. Deməli, birinci və 5-ci abzasda, birinci və 5-ci abzasda bir-birinə zidd fikirlər var. Düzgün cavab bu olacaq. Boş sözlə iş görülməz. Sözünün mətnində hansı obraza aid etmək olar? Fikrinizi əsaslandırın. Deməli, boş sözlə iş görülməz, onu Nərminə aid eləyə bilərik. Çünki Nərminə aid eləmək olar. Çünki orada qeyd edir ki, öz xəyalları var idi, əczaçı olacaq idi, universitet bitirəcəkdi və s. Lakin bununla bağlı heç bir iş görmür. Deməli, davamını belə əsaslandırırıq. Çünki onun işi sadəcə boş xəyallar qurub danışmaq idi. Bütün gün deyib gülməkdən başqa heç nə etmirdi. Kitab üzü belə açmırdı, dərs oxumurdu. Nəticədə xəyalını da gerçəkləşdirə bilmir. Yəni bu formada, yəni bu məzmuna uyğun fikirlər yazılmalıdır. Eyni zamanda obrazın adı da qeyd olunmalıdır. Deməli, mətndəki boş çərçivəyə hansı cümlə əlavə olunsa, məzmun ardıcıllığı pozulmaz. Boş çərçivə olan abzasa baxırıq. Romalılar mühəndislik və memarlıq sahəsində çox irəli getmişdilər. Həmçinin ədalətli qanunlar sistemi hazırlamışdılar ki, bu gün də bir çox ölkələrin qanunvericiliyində həmin qanunların təsirinə rast gəlinir. İmperiyanın bu başından o başına 100 günlük yolu idi, heç uyğun gəlmir. Çünki birinci cümlədə memarlıqdan danışır. Romalı qadınların əsas vəzifəsi evi idarə etmək idi. Yenə memarlıq söhbətinin bu məsələyə aidiyyəti yoxdur. İlk əvvəl Romanı çarlar idarə edirdilər. Yenə idarəçilik məsələsi ilə bağlıdır ki, əlaqəsi yoxdur. Onlar möhkəm yollar, körpülər, su kəmərləri, amfiteatr tikirdilər. Bəli, bunu deyə bilərik. Çünki baxın, Romalılar mühəndislik və memarlıq sahəsində çox irəli getmişdilər. Onlar möhkəm yollar, körpülər, su kəmərləri, amfiteatr tikirdilər. Uyğun gəlir. İlk Roma imperatoru Oktavian olmuşdur. Bu da yenə əlaqəsizdir. Deməli, doğru cavab D bəndi olacaq. Mətnə əsasən aşağıdakı fikirlərdən hansılar doğrudur? Roma əvvəlcə kiçik bir şəhər dövlət idi. Doğrudur. Deməli, 4-cü abzasda əvvəllər Roma kiçik şəhər dövlət idi. Qeyd olunub, doğrudur. Roma ordusu zəif idi, buna görə də uzun müddət böyümədi. Bu yanlış fikirdir, çünki biz mətndə görürük ki, qeyd eləyirik ki, mətndə də, lakin onun ordusu güclü, xalqı çalışqan idi. Roma ətraf torpaqları fəth etdikcə böyüyür, yeni ərazilər öz hakimiyyəti altına alırdı. Deməli, 2 səhvdir. 3-cü fikrə baxırıq. Roma imperiyası Avropa, Asiya və Afrikanın bir hissəsini əhatə edirdi. Deməli, burada da həmin fikri əsaslandıran hissəyə baxaq. Deməli, onların bəziləri, deməli, Romada yaşamırdılar. Onların bəziləri Britaniyada, Afrikada, Yaxın Şərqdə və Avropanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Bu ərazilərdə öz dillərini, mədəniyyəti və qanunlarını yayırdılar. Yəni, onun hakimiyyəti altında 50 milyondan çox insan yaşayırdı. Bu, imperiyanın ərazilərini sadalayır ki, o ərazilərə də burada deyilən yerlər daxildir. Avropa, Asiya və Afrika. Afrikanın bir hissəsi. Roma qanunlarının bu gün də bir çox ölkələrə təsiri hiss olunur. Deməli, qeyd olunur ki, həmçinin ədalətli qanunlar sistemi hazırlamışdılar ki, bu gün də bir çox ölkələrin qanunvericiliyində həmin qanunların təsirinə rast gəlinir. Deməli, bu da düzdür. Bütün Romalılar Romada yaşayırdılar. Bu yanlış fikirdir. Bayaq qeyd olunan cümlə var idi. Onların bəziləri Britaniyada, Afrikada, Yaxın Şərqdə və Avropanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Deməli, bu da yanlışdır. Deməli, düzgünləri istədiyinə görə cavab A bəndi olacaq.
Mətndə səbəbi verilməmişdir. Romalıların Misirdə çətinlik çəkməsi. Yenə mətnə qayıtmalıyıq. Mətndə qeyd olunur ki, məsələn, Misirdə Romalılara çox çətin idi. Onlar belə istəyə öyrəşməmişdilər. Deməli, səbəbi qeyd olunubdur. Romalıların idmana və sənətə böyük önəm verməsi, bu barədə önəm verməsi qeyd olunsa da, bu önəmin nəyə görə verilməsinə bağlı hər hansı bir səbəb izah olunmur, qeyd olunmur. Ona görə 2-nin səbəbi verilməyibdir. Romalıların fərqli ərazilərdə məskunlaşması qeyd edir ki, Roma imperiyası tarixdə ən güclü dövlətlərdən sayılır. Onun hakimiyyəti altında 50 milyondan çox insan yaşayırdı. Paytaxt Roma şəhəri imperiyanın mərkəzi idi, lakin bütün Romalılar Romada yaşamırdılar. Onların bəziləri Britaniyada, Afrikada, Yaxın Şərqdə və Avropanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Çünki bu ərazilərdə öz dillərini, mədəniyyətlərini və qanunlarını yayırdılar. Yəni, mədəniyyət, dil və qanunlarını yaymaq üçün. Deməli, bu da səbəb kimi verilibdir. Romanın Aralıq dəniz sahillərində əmələ gəlməsinin səbəbi barədə isə məlumat verilməyibdir. Deməli, düzgün cavab D bəndi olacaq. Mətndə hadisənin ardıcıllığa görə sıralanma, hansı sıralama? Mətndə hadisələrin ardıcıllığına görə hansı sıralama düzgündür? Roma şəhərinin yaranması, bəli, əvvəlcə Roma şəhərinin yaranmasından qeyd danışılır. Sonra Romalıların ətraf ərazilərdə yaşaması, bu sonrakı abzaslarda, yəni haradasa 1, 2, 3, 4, 5-ci abzasda qeyd olunubdur. Bu 5-ci abzasda Roma şəhərinin yaranması ilə bağlı məlumat isə birinci abzasda qeyd olunubdur. Birinci abzasda qeyd olunur, bu 5-ci abzasda qeyd olunur. Ona görə 2 ortalarda bir yerdədir. Üçüncüyə baxaq, Roma imperiyasının genişlənməsi. Roma imperiyasının genişlənməsi isə bu barədə məlumat 4-cü abzasda qeyd olunubdur. Deməli, o zaman 4-cü abzas oluna görə 1 ilə 5-in arasında olacaq. Yəni, Roma imperiyasının genişlənməsi. Roma qanunları haqqında məlumat isə deməli, boşluq olan abzas var idi. Həmçinin ədalətli qanunlar sistemi. Bu da eləyir 6-cı abzas. Yəni, 6-cı abzasda da qanunlar barədə məlumat var. Ona görə 1, 3, 2, 4 düzgün cavab A bəndi olacaq. Mətndə üzərinə nömrə yazılmış hansı sözlər məcazi mənadadır? Deməli, birinci sözdən başlayırıq. Böyük təsir göstərmişdir. Böyük sözü birdir, yəni biri görəcəyik biz məcazi mənada. Sonra ikinci sözə baxırıq. Roma şəhərinin əsası şəhər sözü həqiqi mənadadır. 2-ni çıxacağıq cavablardan. Daha sonra Roma imperiyası, imperiya sözü 3-cü sözdür. Bu da həqiqi mənada işlənmişdir. Ən güclü dövlətlərdən sayılır. Bu da 4-cü sözdür. Bu da həqiqi mənada işlənmişdir dövlət sözü. Və 5-ci sözə baxırıq. Qanunlarını yayırdılar. Qanun yayılması bu məcazi mənada işlənibdir. Məcazi mənada olan 1 ilə 5-i görəcəyik. Deməli, düzgün cavab B bəndi olacaq. Tünd qara hərflərlə verilən sözün kontekstə əsasən mənasını müəyyən edin. Deməli, tünd qara hərflərlə verilən söz iqlim sözüdür. Burada kontekst daxili məzmununa da fikir versək, böyük imperiyanın ayrı-ayrı yerlərində iqlim şəraiti müxtəlif idi. Yəni, iqlim şəraiti hər hansı bir yerin, belə deyək də, yəni, hava şəraiti ilə bağlı bir məsələdir. Burada da insan sağlamlıq vəziyyətini göstərən istilik dərəcəsi əlaqəsi yoxdur. Çox geniş ərazi və güclü mərkəzi hakimiyyətə malik böyük monarxiya dövləti bağlı deyil bundan. Cəmiyyətin intellektə, mədəni dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixin inkişaf mərhələsi deyil. Bir hadisənin baş verdiyi cərəyan etdiyi vaxt deyil. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin xüsusiyyətləri, ab havası, elə iqlim sözünün mənası budur.
Düzgün cavab elə Y bəndi olacaq. Mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyən edin. Deməli, mətn tərkib hissələrinə baxsaq, Romada iqlim bu mətnin əsas hissəsində qeyd olunmuşdur. Sahildə yaranan dövlət ilk abzasda idi, yəni giriş hissədə idi. Şəhər dövlətdən imperiyaya bu əsas hissədə qeyd olunmuşdu. Əvvəl şəhər dövləti idi, sonra böyüyür, ordusu genişlənir, əraziləri fəth edir, qeyd olunur. Bütöv sivilizasiyanın rəmzi, yəni bütöv sivilizasiyanın rəmzi olması nəticəsi də qeyd olunur. Yeni ərazilərin tutulması, yeni ərazilərin tutulması da yeni əsas hissədə qeyd olunubdur. Deməli, düzgün cavab Y bənd olacaq. Deməli, 1-ə B, 2A, C, Y, 1-ə B, 2A, C, Y, 3-ə də D, deməli, cavab D bəndi olacaq. Mətnə əsasən demək olmaz. Romanın 3000 ildən çox yaşı var. Baxırıq, qeyd olunur ki, Roma təxminən eramızdan əvvəl 1000-ci illərdə Aralıq dənizin sahilində meydana gəlib. Deməli, eramızdan əvvəl 1000-ci ildir. Hal-hazırda da 2025-ci ildəyik. Yəni, biz bunlar topladığımız zaman görürük ki, 3025. Deməli, 3000 ildən çox yaşı var. Doğru fikirdir. Romada ədalətə önəm verilirdi. Yine abzaslardan görürük ki, həmçinin ədalətli qanunlar sistemi hazırlamışdılar. Deməli, ədalətə önəm verirdilər. Xalq yalnız Avropada yaşayırdı, yanlış fikirdir. Çünki qeyd edir ki, onların bəziləri Britaniyada, Afrikada, Yaxın Şərqdə və Avropanın müxtəlif bölgələrində, yəni Yaxın Şərqdə, Asiyada olduğuna görə, deməli, həm Avropada, həm Asiyada, həm də Afrikada. Deməli, C bəndi yanlışdır. Romalılar mühəndislikdə irəli getmişdilər. Orada qeyd olunur ki, mühəndislik və memarlıq sahəsində çox irəli getmişdilər. Qeyd var. Şəhərin yaranması ilə bağlı rəvayət mövcuddur. Rəvayətə görə Roma şəhərinin əsasını müharibə tanrısı Marsın əks oğulları Romul və Rem qoymuşdur, deyir. Bu da rəvayətdir. Düzgün cavab C bəndi olacaq. Altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Deməli, altından xətt çəkilmiş sözə baxaq. Öyrəşməmişdilər. Deməli, öyrəşmək nə deməkdir? Alışmaq deməkdir. Deməli, alışmamışdılar və yaxud da ki, alışmama da deyə bilərik. Sonra vərdiş etməmək demək olar. Adət etməmək. Bu formada qeyd edə bilərik. Mətnə əsasən Romalılar böyük önəm verirdilər. Burada əslində elə mətnin cümlələrində qeyd olunur. Yəni son abzasına baxdığımız zaman orada onların nəyə önəm verməsinə bağlı cümlə keçir. Qeyd olunur ki, onlar təhsilə, idmana və sənətə böyük önəm verirdilər. Deməli, təhsilə, idmana və sənətə. Yəni, bunlar yazılacaq. Vəssalam.